Salam Mustafa bəy, salam MGTV izləyicilərimiz və salam olsun əziz və böyük Türk millətim. Bugün çox məyusam. Türk Dövlətlər Təşkilatı üzvlərindən Qazaxıstan, Türkmənistan, Özbəkistan artıq Türk Dövlətlər Təşkilatına demək olar ki, elə bir zərbə vururlar ki, bu Türk Dövlətlər Təşkilatı nədən ibarətdir, nədir, anlamaq olmur. Baxın, Cənubi Kipris Rum kəsimindən Özbəkistan, sonra arxasıca Qazaxıstan, onun da arxasıca Türkmənistan böyük elçiliklərini açırlar və Güney, yəni Cənubi Kipris Rum kəsimini dəvət edirlər, əməkdaşlıq edirlər, əlaqələr saxlayırlar. Bura baxın, diqqətlə. Türk Dövlətlər Təşkilatı Cənubi Kipris Rum kəsimində EKO, yenidən EKO terror təşkilatını dirildərək Amerika, Avropa ölkələri dəstəkli. Asalarını da bunun gözünə qataraq Türk millətinə və Türkiyə Cümhuriyyətinə savaş elan etdilər. Türkiyə və Türk Cümhuriyyətinə savaş elan edənlərlə siz nə əlaqələr saxlayırsınız, nə böyük elçiliklər açırsınız, nə Cənubi Kipris Rum kəsimini belə tanıyırsınız. Şimal Kipris Türk Cümhuriyyətini tanımırsınız. Onu dəvət etmişsiniz, Ersin Tatarı Cumhurbaşqanı dəvət etmişsiniz. Ancaq onun əvəzinə Rum kəsimindən əlaqələr saxlayırsınız, kontraktlar bağlayırsınız, əməkdaşlıq edirsiniz. Sual olur, siz Türk deyilsinizmi? Əgər Rum kəsimi, Yunanlar, Ermənilər Türk millətinə və Türkiyə Cümhuriyyətinə savaş elan edirsə də, bunu siz görmürsünüzmü? Siz niyə bunların əlaqə saxlayırsınız? Mən bunu bilmək istəyirəm. Belə Türk Dövlətlər Təşkilatı olmaz. Bu kağız üstündə olar. Belə çıxır ki, Türk Dövlətlər Təşkilatında 2 dənə Türk dövləti qaldı, qardaş Türk dövləti. Biri Türkiyə Cümhuriyyətimiz, biri də Azərbaycan Türk Cümhuriyyətimiz. Ayrı Türk Dövlətlər Təşkilatından danışmağa ehtiyac qalmadı. Nə Türk Dövlətlər Təşkilatı ağsaqqalı var, nə Türk Dövlətlər Təşkilatının baş katibi var, heç birindən də səs çıxmır. Ona görə də bugün Suriyada Türkmən qardaşlarımız sahibsiz qalmış, İraqda, Kərkükdə, Musulda sahibsiz qalmış, Güney Azərbaycan Türk Cümhuriyyətində də, gələcəkdə qurulacaq Türk Cümhuriyyəti də bugünkü gün sahibsiz qalmış oradakı Türklərimiz. Başımıza da ona görə bu fəlakətlər gəlir. Allah'a əmanət olun.